Bismillahirrahmanirrahim. İyun ayının 13-ü 2025-ci il tarixdə səhər saatlarında işğalçı qəsbşal İsrail rejimi İran İslam Respublikasına hücum etdi və nəticədə bir çox yüzlərlə İran mülki vətəndaşları və generalları şəhadətə qovuşdular. Çox şükürlər olsun ki, İran İslam Respublikası layiqli və tutarlı cavab verdi və verməkdə davam edir. Və görürük ki, biz müqayisə etdikcə İran xalqı ilə İsraillərin arasında çox böyük fərq var. 2 gün öncə Böyük Qədirxan bayramı zamanı İranın bütün şəhərlərində bayram ab-havası var idi, bayram görüntüləri yayıldı. İnsanlar küçələrdə idilər, bayram edirdilər və eyni zamanda bəyan edirlər ki, biz canımızla, qanımızla doğma vətənimiz İranı qorumağa hazırıq və son nəfəsimizə qədər İranı qoruyacağıq, düşmənə əyilməyəcəyik. İran tərəfində isə, İsrail tərəfində isə vətəndaşlar bunkerlərə doluşurlar, vahimə içindədirlər və s. Amma çox təəssüflər olsun ki, bu görüntüləri Azərbaycan mediası da daxil olmaqla, deməli, dünya mediası fərqli təqdim edir. İranda güya insanların qaçmasın, sonra tez-tez məlumatlar yayırlar ki, İran sülh bağlamaq üçün vasitəçilər axtarır və s. Bunlar əlbəttə ki, dünya İsrail kimi hiyləgər İsrailin, Amerikanın, İngiltərənin planlarıdır ki, istəyirlər psixoloji baxımdan İrana baskı eləsinlər. Biz təbii ki, bu vaxta qədər görürdük ki, Azərbaycanın hökumət mediası illər idi ki, İranla Azərbaycan xalqı arasında böyük bir uçurum yaratmağa cəhd edirdi. İsraili dost xalq kimi təqdim edirdi. Bu günlərdə də biz bunun davamını gördük və bəzi özəl YouTube səhifələri də, bəzi saytlar, qəzetlər, bunlar da əksəriyyəti Azərbaycanda fəaliyyət göstərənlərin əksəriyyəti eyni siyasəti davam etdirirlər. Çünki zaten müstəqil media Azərbaycanda ümumiyyətlə yox olub, jurnalistlər, yüzlərlə jurnalistlər öldürülüb, həbsə atılıb və s. Və ortada olanlar təbii ki, hökumətin və İsrailin nökərçiliyini etməlidirlər ki, onlar ayaqda qala bilsinlər. O YouTube səhifələrindən biri də Prime TV Azərbaycan'da. Prime TV Azərbaycan YouTube səhifəsində gördük ki, hər zaman və xüsusən bu günlərdə İranın əleyhinə çox ciddi yanlış məlumatlar verməklə məşğuldular və Heydər Oğuz adlı bir məxluq var. Heydər Oğuz adlı həmən o məxluq bu gün qarşıma çıxdı ki, İran İslam Respublikasının ali dini lideri Seyyid Əli Xamneyi cənablarını təhqir edir. Ayətullah Üzmə Seyyid Əli Xamneyi Həzrətləri İran İslam Respublikasının ali dini lideri olmaqla yanaşı, həm də dünya şiyələrinin mərzi təqlid müctəhidlərindən biridir. Şiə camiyyəsinin, şiə dünyasının bir neçə sayılıb seçilmiş müctəhidlərindən biridir və bu tərbiyəsiz də Seyyid Əli Xamneyi Həzrətlərini açıq şəkildə təhqir edir və o təhqirə də şəraiti təbii ki, Prime TV və onun aparıcısı bir qadındır, səhv etmirəmsə Aygün olmalıdır, Aygün Muradxanlı. O İran haqqında, onun rəhbərləri haqqında, onun dini lideri haqqında tərbiyəsizcəsinə təhqir etməyə şərait yaradır, aparıcını yönləndirir və daha doğrusu qonağı yönləndirir və qonaq da həmən o Heydər Oğuz da tərbiyəsizcəsinə deməli Xamneyi Həzrətlərini təhqir edir. Mən istəyirəm ki, sizə həmən o prosesi təqdim edim, onun səs formasını təbii ki, sizə təqdim edəcəm, sonra öz mövqeyimizi bildirəcəyik. Diqqətlə qulaq asın. Valla bugün ən eşitdiyim, ən maraqlı suallardan biri oldu ki, dostlar, deyirlər ki, yaxşı, bu İran generallarını, İranın hərbi rəhbərliyini, eləcə də nüvə alimlərini yatan yerdə vura bilən İsrail, əcəba bu Ayətullah Seyyid Əli Xamneyini niyə vurmur? Niyə vurmur Ayətullah xanım? İsrail niyə onu öldürmür? Bir dəqiqənin içərisində öldürür. Bu adamların əli ilə öldürəcək. Bu adamlar. Axırı bunlardan şübhə yaranacaq ki,
Bunlar da bir şüphe yaradacaq. Yoxsa hamı ölür, hamını öldürürlər. Necə olur ki, bəs bu Mələyi öldürmürlər deyəcəklər də bunlar. İndi Ayatullahdır. Bir müddətdən sonra o Ayatullah olacaq dümbələk. Yaxşı, bu dümbələyi öldürürlər. Deməli nədir? Bu satqındır. Elə bütün bu hamının siyasını bu verir şey. Əziz izləyicilər, eşitdik ki, deməli, aparıcı yönləndirir və Heydər Oğuz adlı məxluq da ali dini liderə dümbələk deyilir və ona satqın deyir. Özü satqın olduğuna görə, satqın bir rejimə xidmət elədiyinə görə, nökərçilik elədiyinə görə elə bilir ki, hamı satqındır və ümumiyyətlə Azərbaycan mediasında belə bir məsələ var ki, həmişə təqdim eləməyə çalışırlar ki, güya İsrail, İran bunlar pərdə arxasında birlikdədirlər, bir yerdədirlər, sadəcə görüntü olaraq bu işləri görürlər. Yəni bunu heç bir ağıl, heç bir məntiq qəbul eləməz ki, bu axmaqlar bu fikri insanların arasında yaymağa çalışırlar. Mən isə üzümü Heydər Oğuza tuturam. Heydər Oğuz, sənin o təhqir elədiyin şəxsiyyət dünya şiə müsəlmanlarının deməli mərci təqlid müstəhidlərindən biridir, dediyim kimi. Dümbələk sən özünsən, sənin atandır, sənin böyüklərindir, babandır, sənin sevdiklərin nə qədər varsa hamısı dümbələk onlardır. Əgər dümbələk yaxşı sözdürsə, hamısı olardı. Və eyni zamanda mən bu sözləri həmən o aparıcı Aygünə deyirəm ki, dümbələk sənsən, sənin nəslindir, atandır, babandır, sizsiniz dümbələk. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.